Heç bir qidalar xərçəng yaratmır, heç biri. Mən də heç vaxt deməmişəm ki, qida xərçəng yaradır. Mən demişəm ki, qidalar keyfiyyətsiz olduqda zəhərləyir, bir. İkincisi, keyfiyyətli olduqda da belə bəzi qidalar bədəndə turşuluq yaradır, iki. Deməli, o qidalar ki, zəhərləyir, onları yemək məsləhət deyil. O qidalar ki, bədəni turşulaşdırır, onları heç olmasa xərçəng zamanı yemək düzgün deyil. Yəni 6 ay, 1 il filan bu müəyyən bir dövr üçün düzgün deyil. Belə deyək ki, siqaret, araq, narkotik heç bir kəsə heç vaxt xeyri deyil. Mən onu həmişə qadağan edirəm. Amma mal ətidir, quzu ətidir, şirniyyatlardır, mayalı məhsullardır. Bunlar bir müddət üçün məhdudlaşdırılır. Çünki xəstəliklə bağlı olan bir məsələdir. Demək, 1 ay, 5 ay, 6 ay, 1 il, baxır xəstəlik nə qədər çəkərsə, ondan sonra yenə də qidalanmaq olar, problem yoxdur. Sağlam insan üçün ət yemək heç bir problem yoxdur. Çox yemək problemdir. Hərdən bir yeməyin heç bir problemi yoxdur. O ki,